Salam əzizlərim, vloguma xoş gəldiniz. Burada cinayət prosessual hüquq kolokviyumuna hazırlaşıram. 4-cü gündür bizdə. Daha sonra isə marketə yollanıram. Bəzi məhsulları almalıydım, anam tapşırmışdı. Bu da mənim səhər yeməyimdir. Daha sonra isə hazırlaşmağa başlayırıq. Bugün nəhayət insanlıq üçün, kiçik mənim üçün böyük bir addım atmaq üzrəyəm. Axır ki, üzgüçlüyə yazılıram. Təsəvvür eləyin, mən ən son 3 il əvvəl üzmüşəm. Uzun müddətdir də üzmürdüm. Bu da mənim kombinimdir. Necədir? Bayaq gedib böyük su almışdım, amma balaca almamışdım deyə gedib aldım. Bu arada pəncə götürdüm ki, çıxanda birdən soyuq olar, amma hava bilirsiniz nədir? Yay gəlib deyə bilərəm, o qədər istidir. Pomada vurmağı unutdum. Mən glossuz falan yapamıyorum. Bunun rəngi çox xoşuma gəlir, çox təbiidir. Bunu mənə alan dostuma təşəkkür edirəm buradan. Fidancım, öpürəm səni, çox sağ ol, çox müthiş bir şeydir. Anam da çox bəyənir bunu. Qəşəngdir məncə. Artıq gedək. Orta məktəbdə hər yay üzməyə gedirdim, amma uzun müddətdir aralı qalmışdım. Çox sevindim həqiqətən. Uzun müddətdir bu qədər yaxşı hiss eləməmişdim. Bu arada burada tələbə endirimi var. 20% endirim eləyirlər tələbələrə. 150-dən 120 manata düşmüşdü, biləsiz. Burada artıq pencəyimi geyinmişəm, çünki hava soyuqdur. Sərindir daha doğrusu. Bir şey deyim, bu pencə ilə bunun heç dəxlisi olmadı, amma əsas odur ki, üşüməyim də. Bir də ki, fitness gofreti almışdım, onu yiyəcəm. Aradan çıxmadan yiyeyim, çünki acıdım. Buradan çıxıb inşaatçıları gedirik. Çünki anam məni orada gözləyir. Gedib onu oradan götürəcəm, həm də bəzi şeylərə baxacağıq. Nəysə artıq gedək. İnşaatçılarda yerləşən Megastore getdim buradan. Çoxlu qab-qacaq və hədiyyəli məhsullar var idi. Hətta axşam yeməyimi də oradan aldım. Burada bir dilim pizza yeyirəm. Çox bəyəndim, çox qəşəng idi. Bu da mənim aldıqlarımdır. Daha doğrusu anamın mənə aldıqlarıdır. Mən uzun müddətdir qara qab-qacaq istirdim. Çox xoşuma gəlir də. Bu da sos qoymaq üçün belə qəşəng qablardır. Bəlkə video çəkərəm bunlarla da. Nəysə, mən gedib meyvə yeyib bu videonu editləyim. İzlədiyiniz üçün təşəkkürlər. Öpürəm sizi, sağ olun.